29 ildir ki susan, başına gələnləri içində çəkən qurbanlardan birini tapdıq. Bu Solange Mukanzeyimanadır. Genosid zamanı 17 yaşı olub. Necə oldu sağ qaldınız? Bilirəm ki, sizin üçün danışmaq çətindir. 1994-cü ildə sağ qalmaq çox çətin idi və o dövrün lideri Tutsiləri öldürmək üçün silah paylayırdı. Aprelin 8-də səhər saat 6-da onlar bu yerdə qətillərə başladılar. Atam da elə o saatlarda öldürüldü. Xalalarım, əmilərim, qardaşlarım öldürüldü. Tək mən qaça bildim. Mən qonşuluqda olan ərazidə saxlanıldım. Orada atamı tanıyan yaşlı bir qadın məni gizlətdi. Ondan əvvəl kilsədə gizlənməyə getmişdim, amma keşiş məni qovmuşdu. Mən qaçarkən motosikletlə gələn gənclərlə qarşılaşdım. Onlar Tutsiləri öldürməkdən qayıdırdılar. Biri atamı tanıdığı üçün mərhəmətli davrandı və məni gizlənməyim üçün yaşlı qadının yanına apardı. Evlər yanırdı, ölüm xəbərləri gəlirdi. Növbəti gün məni öldürməyə gəldilər, çünki orada gizləndiyimi bildilər. Masen adlı tanınmış bir şəxs, 2 əskər məni görəndə dedilər ki, bu qadındır, onu indi öldürməyək, oğlanlarımız üçün saxlayaq. Onlar hər gün qadınları zorluyurdular. Bir ay yarım orada qaldıq. Biz oradan çıxanda aramızdan 12 nəfəri öldürmüşdülər. Məni isə öldürmürdülər. Əskərlərə vermək üçün saxlayırdılar. Yaxınlığımızda kütləvi məzarlıqlar var idi. Gecə-gündüz insanları ora atırdılar. Yaşadığım o dəhşətli 100 gün ərzində hər dəfə bizi görəndə deyirdilər ki, bunlar zorlanmış qadınlardır.